Bu il icrasına başlanan sosial paket çərçivəsində bəzi müavinətlərdə artım var. Söhbət minimum əmək haqqı ilə birbaşa bağlı olan sosial müavinətlərdən gedir. Artımdan kimlər yararlana biləcək? Ətraflı sujetdə. Cəza çəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətin məbləği 1380 manatdan 1600 manata dək yüksəlib. Özəlləşdirilən və idarə etməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası, yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş əməkdaşın ailə üzvlərinə verilən aylıq müavinətlər də artırılıb. Əgər istehsalatda qəza nəticəsində vətəndaş sağlamlığının 80%-ni itiribsə, o zaman minimum əmək haqqının 80%, yəni əvvəl 276 manat, indi isə minimum əmək haqqı artığı üçün 320 manat vəsait alıb. Aylıq ödənişdən istifadə edib. Artıq 50 dərəcəsinə görə də burada artıq ayrıca ödənişlər həyata keçirilir. İş qəzalarında həyatını itirənlərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə isə aylıq müavinət 345 manatdan 400 manata çatdırılıb. Artım olan digər ödəniş dəfn müavinətidir. Dəfnə görə müavinət minimum pensiyanın 3 misli həcmində müəyyənləşir. Əvvəllər bu 840 manat idi, çünki minimum pensiya 280 manat idi. Artıq minimum pensiya 320 manat olduğuna görə bu rəqəm 960 manata qədər yüksəlir. Qeyd edək ki, artımlar bu ildən minimum əmək haqqı məbləğinin dəyişməsi ilə bağlıdır. Vüqar Bayramov bildirdi ki, yaxın vaxtlarda minimum əmək haqqı ilə bağlı olmayan bəzi sosial müavinət və təqaüdlərdə də artım gözlənilir. Dövlət başçısı sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib. Artıq bu istiqamətdə təkliflər hazırlanır. Ülkər Əliyeva, Nemət İskəndər, ATV Xəbər.